Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Biz İmanın Əsilləri kitabında Allahı tanımaq, ona iman etmək bölümündəyik. Və bu bölümdə axırıncı hədisi müəllif rəhməhullah zikr edir. Əbu Hüreyrə radiyallahu anhudan gələn hədisdə demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demiştir. Allah Teala demiştir. Hədis qudsi hədisdir. Demək, Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə ki, Allah Teala deyibdir, hədis qudsi hədisdir. Allah Azze ve Celle demişti ki, "Kəzzəbən ibn Adəm. Adəm oğlu məni yalanlayıb. Və lem yekun lehu zalik." Bu onun üçün değil. Olmamalıdır. Və şətəməni. Məni söyüb. Və lem yekun lehu zalik. Bu onun üçün değil. Yəni bunu eləməməlidir bu yəni. Əmmə tekzibuhu, ama deyir onu Allah Teala deyir ki, əmmə tekzibuhu iyyəyə, məni yalanlaması, fəqavluhu, Adəm oğlunun yəni sözü ki deyir ki, məni necə yaradıbsa da, əvvəlki kimi də necə yaradıbsa da, lən yu'idəni, qaytarmayacaq məni. Yəni əvvəlki yaratdığı kimi qaytarmayacaq məni. وَلَيْسَ أَوَّلُ الْخَلْقِ بِأَهْوَنَ عَلَيَّ مِنْ إِعَادَتِهِ. Onu qaytarmaq yaradılışın birincisindən asan değil. Yəni yaradılışın birincisi asan değil kimi değil mənim üçün. Yəni Allah Subhanahu taala bildirir ki, birinci yaradılış daha asandıydı. Demək onu qaytarmaq ondan da asandır. Yəni bu mənim üçün nədir? Asandır. Allah Teala bunu bildirir. Və leysə əvvəlil xalq bi əhvan aleyh. Yəni yaradılışın əvvəli mənim üçün asan deyildi min i'adətihi. Yəni onu qaytarmaqdan. Nəinki onu qaytarmaqdan. Yəni ki o dərəcədə yəni asan da olacaqdır. Və əmmə şətmuhu iyyəyə, amma məni söyməsi isə onun o sözü ki Allah evlad götürübdür. Əuzübillah, yəni ki hədis sözünü açıqlayır da. Və ənəl əhədus saməd. Mən deyir əhədəm. İkincisi yoxdur, əhəddir. Samədəm, ehtiyatsızam. Ehtiyatsızam. Yəni insanlar əksinə ona möhtacdır. Əlləzi ləm yəlid. Əs-samədin tərcümə mənalarından da biri odur ki, ləm yəlid və ləm yulad. Yəni nə doğub, nə doğulubdur. Ləm yəlid və ləm yulad. Və ləm yekun lehu kufuven əhəd. Yəni onun mislində, onun məsili, naziri yoxdur. Tayı bərabəri yoxdur. Bu hədisi Buxari rivayət eləmişdi. Başqa bir rivayətdə İbn Abbasdan gələn rivayətdə demişdi ki, və əmmə şətmuhu iyyəy, amma məni söyməsi, fəqavluhu, onun o sözü ki, mənim evladım var. Yəni kim ki bunu deyirsə, biz xristiyanlar, yahudilər bunu deyirlər, o Allahı söyməkdir. Əuzubillah. Və subhani ən ətəxizə sahibətən əvvələdən, mən pakam, eyiblərdən, nöqsanlardan, yəni uzaqam. Allah Teala öz nəfsini neyir? Tənzih edir. Mən həyat yoldaşı və yaxud da evlad götürməkdən nəyə? Pakam. Bu da rivayəti Buxari eləmişdir. Həmçinin Buxari Müslimdə gələn hədisdə Əbu Hüreyrədən radiyallahu anhu demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demişdir. Qalallahu Teala, Allah Teala demişdir. Hədis qudsudur, bu da. Yu'zini ibn Adəm. Adəm oğlu mənə əziyyət verir. Yasubbud dahr, zamanı söyür. Və ənəd dahr, mən zamanam. Biyədil əmr. Əmr, yəni iş mənim əlimdədir. Uqallibul leylə və nəhar, gecəni gündüzü çevirirəm. Yəni Allah Teala zamandır o mənada ki, yəni gecəni gündüzü idarə eləməsi. Çünki sən gecəni gündüzü söyürsən, gecə gündüzün əlində işin yoxdur. Sən söyürsən, bu zamanə belə gətirib və yaxud da nəsə, bu gecəni gündüzü çevirən Allah Teala'dır. Sən söyməməlisən onu. Bu hədis də Buxari Müslimdədir. Demək, bu hədisdə bir-birləri hamısı açıqlayır, təfsir verir. Allah Subhanahu Taala'nın qudsi hədisi olan sözü Əbu Hüreyrədən gələn hədisdə ki, Adəm oğlu məni yalanlayır, onun və lem yekun lehu zalik, yəni bu onun üçün deyil. Məni söyür, bu onun üçün deyil. Amma yalanlaması məni deyir ki, deməsi ki, məni necə yaradıbsa da elə qaytara bilməyəcəkdir. Yəni birinci yaradılış isə onu qaytarmaqdan mənim üçün daha asan deyildi. Yəni sadəcə o açıqlama belə ki, birinci yaradılış asan
Deyil də onu yaratmışdır o formada. Baxmayaraq ki, Allah üçün hər şey asandır yəni. Sadəcə bildirir ki, qaytarması ondan da asandır. Əgər o asan da olubsa da, onu təzədən qaytarması, yaradılış eləməsi ondan da asandır yəni. Həmçinin təfsirdə Allah Taala'nın sözünün açıqlaması ki, İbn Adəm məni yalanlayır. وهذا ينطبق على الكفار الذين صدر منهم التكذيب لله والشتم. Bu kimlər üçün, kimlərlə üst-üstə düşür, kimlərə aiddir? O kafirlər ki, Allah və Rasulunu, o kafirlər ki, Allahı yalanlayıblar və onu söymək onlardan baş veribdir. Yalanlamaq və söymək baş veribdir. Ahirəti, ölümdən sonra dirilişi inkar ediblər və bunu uzaq görüblər. Allah Teala Kur'an-ı Kerim'de diyor ki قَالَ مَنْ يُحْيِ الْعِظَامَ وَهِيَ رَمِيمٌ. Onlar ne demişler? Demiş ki, bu sümüyü, o çürüdükten sonra, çürük halinde kim qaytarıb dirildəcəkdir? Allah Teala cavab olarak deyir ki قُلْ يُحْيِيهَا الَّذ۪ي أَنْشَأَهَا أَوَّلَ مَرَّةً. Deyir ki onu birinci yaradan, əvvəlki yaradılışı kimi yaradan onu dirildəcəkdir. İşten yaradan. Yəni necə ki birinci yaradıbdır, o onu dirildəcəkdir. Çünki Allah Teala heç nədən yaradıbdır bunu, onu da qaytarmağa qadirdir. Allahın qüdrətinə sığ. Və huve bi kulli xalqin alim. Bütün yaradılmışları Allah Teala hamısını bilir, biləndir. Başqa ayda Allah Teala deyir ki, onlar barəsində hekayə olaraq deyir ki: "Və qalu a iza kunna izaman və rufatan a inna lamab'usuna xalqan jadida." El-İsra suresi 49. ayda onlar kafirlər demişlər ki, biz sümük, çürük olduqdan sonra, çürüdükdən sonra yenidən mi yaradılış olacaq? Yəni göndərilib yenidən mi yaradılış olacaq? Allah Teala deyir ki: "Qul kunu hijaratan aw hadida." İstəsiz daş olun, istəsiz dəmir olun. "Aw xalqan mimma yakfuru fi sudurikum." Yəni sinərinizdə böyük bilinen bir yaradılış kimi olun. "Feseyquluna men yu'iduna." Onlar deyəcəklər ki, bizi kim qaytaracaqdı? "Qulillezî fatarakum awwala marra." De ki, sizi birinci yaradan. Sizi birinci yaradan qaytaracaq. Yəni Allah Subhanahu taala qaytaracaq sizi. Hədisdə deyir ki, onun məni söyməsi deyir ki, Allah evlad götürübdür. Mən əhədəm, əs-samədəm. Nə doğulmuşam, nə də doğulmuşam. Və ləm yekun lehu kufuven əhəd. Allah Teala deyir ki, mən əhədəm, samədəm. O nə doğub, nə doğulubdur, nə də onun nəyə yoxdur? Tayı bərabəri yoxdur. Ona evlad nisbət edirlər Allah Subhanahu Taala'ya. Ona nisbət edənlər kimlərdir? Məsələn, Yahudilər. Demişlər ki, Yahudilər Uzeyr ibnullah, Uzeyr Allahın oğludur demişlər. Euzubillah. Həmçinin Yahudilər, Hristiyanların əməli idi bu. Yahudilər demişlər ki, daha doğrusu Hristiyanlar demişlər ki, və qalətin nasara el-Məsih ibnullah. Hristiyanlar demişlər ki, Məsih Allahın oğludur. Və həmçinin ərəb kafirləri də bunu etmişlər. Demişlər ki, və cəalu beynəhu və beynəl cinnəti nəsəbə. Onlar Allahla mələklər arasında əqrəbəlik, qohumluq etmişdilər. Yəni demişlər ki, mələklər Allahın qızlarıdır. Euzubillah. Təsəvvür özlərini qəbul etmədikləri şey Allah'a nisbət eləmişlər. Yəni. Mə ləkum keyfə təhkumun. Nə olub sizə belə hökm verirsiniz? Yəni, bu nə hökmdür verirsiniz? Yəni, siz özünüzü oğlan, qızı qəbul eləmirsiniz. Hər şey Allah Subhanahu Taala'ya nə doğub, nə doğulubdur. Yəni ki, onun evladı da yoxdur. Yəni, özünüzə heç olmasa qəbul elədiyiniz şeyi desəz, hardasa deyə bilər. Allah Teala yəni ki, bu nə hökmdür siz verirsiniz? Bu nə? Onları qınayır Allah Teala. Hansılar ki, bu məqaləni deməklə Allah Təbarək və Teala onlar söymüşdülər. Çünki onlar Allahı naqislikdə, eyibliklə vəsf eləmişdilər. Allah Subhanahu Taala isə mütləq kamil sahibidir. Yəni onun evlada ehtiyacı yoxdur. Onun valideynə ehtiyacı yoxdur. Onun həyat yoldaşı da olmayıbdır. Əksinə o varlıdır. El-Hamiddir, El-Ganidir, El-Hamiddir, El-Vahiddir, El-Əhəddir, El-Mufrad, El-Fard-ı Saməddir. El-Fard-ı Saməd. Əl-ləzi ləm yəlid və ləm yulad. Subhanallah. O özünə nə bir həyat yoldaşı götürübdür, nə də bir evlad götürübdür. Kəmə qalə Teala, ki Allah Teala demişdi: "Və ennehu Teala cəddu Rabbina məttəxədə sahibətən və la vələdə." Və ennehu Teala cəddu Rabbina.
Rəbbimizin əzəməti ucadır. O özünə nə həyat yoldaşı götürüb, nə də ki evlad götürübdür. Başqa ayədə Allah Teala deyir ki: "Məttəxəzəllahu min vəladin və mə kana ma'ahu min ilah." Allah özünə evlad götürməyibdi, onunla da yanaşı ilahlar olmayıbdı. Yəni haqqı ilə ilahlar olmayıb. İlahlar olma batil ilahlardılar. Haqsız ilahlardılar. İbn Abbasdan gələn rivayətdə isə Əbu Hüreyrədən gələn bu ləfz amma məni söyməsi deyir ki, mənim evladım var, mən həyat yoldaşı və yaxud da evlad götürməkdən pakam. Allah Teala özünü tərif verir burada və eyblərdən uzaq tutur özünü, öz nəfsini ki, onun nə həyat yoldaşı olub, nə də ki, evladı olubdur, nə də valideyni olub. Əksinə, o varlıdır, Əl-Həmiddir, bu şeyləri yaratılmışlardan bu şeye heç birinə ehtiyacı yoxdur. Yaradılmışların hamısının Allah'a ehtiyacı var, hamısı Allah'ın qarşısında fəqirdirlər. Dedi ki, şəni uca olan Rəbbimiz demişdi ki, Ya yuhənnəs, ey insanlar, entumul fuqara'u ilallah, siz hamınız Allah'a möhtəcsiniz, fəqirsiniz. Vallahu huvel ganiyyul hamid. Allah varlıdır, həmiddir, həmd olunandır Allah subhanahu ta'ala. Və fi hadis Əbu Hüreyrədə, Əbu Hüreyrədən gələn hədisdə başqa bir bölümdə məni, qabaqda oxuduğumuz hədislərin şərhidir. Adəm oğlu mənə əziyyət verir, zamanı söyür, mən zamanam, iş mənim əlimdədir, gecəni gündüzü çevirirəm. Burada zamanı söyməkdə diqqət çəkindirməsi var da Peyğəmbər sallallahu əleyhi və səlləmin qudüs Allah Taala qadağ edir, yəni zamanı söyməyi. Yəni orada şərlər baş verir, xoşa gəlməz şeylər baş verir. Necə ki cahiliyyətdə olurdu, bunu edərdilər, həmin vaxt zamanı söyərdilər. Bu indi bizim insanların içində vardı, zamanı söyürlər, əuzubillah. Zaman nədən ibarətdir? Yəni ki, günlərdən, aylardan, illərdən ibarətdir də bunlar hamısı. Bunun üçün də bunu söymək nədir? Qadağa gəlir. Zaman elə pis gətirir. Bəzi hətta tövhid əhlində bilmədən cahilliklərdən o sözlər baş verir. Zamanə belə gətirib, zamanə belə gətirib. Nə pis günlərə gəldik, çıxır, nə pis aylardır, nə pis iş. Olmaz, yəni bunlar demək olmaz. Çünki Allah Subhanahu taala zamanı yaradıbdır. O zamanda idarəçilik edir, quraqlıq olur, raxa olur, yəni firavanlıq olur. Orada yaşayış olur, ölüm olur, xəstəlik olur, sağlamlıq olur. Orada baş verən bu kainatda baş verən hər bir şey Allahın qədəri ilədir. Qəza qədəri ilə hamısı baş verir, yəni. O idarəçilik edir, əmr edir, qadağ edir, hökm verir. Subhanallah. Dirildir, öldürür, barlandırır, kasıblandırır, sağaldır, xəstələndirir. Bundan başqa olan şeylər də hansı ki, bu yaradılışların üzərində baş verən bu təcrübələr və gedişatlar. فإن الله عز وجل هو مقدرها في أوقاتها. Allah Teala bunların hamısını öz vaxtlarında, öz səbəbləri ilə, öz məkanında, öz yəni bu şeylərin əhlindən eləyir, təqdir edir onları. Bu hadisələrin hamısını yəni. Hamısı vaxtında səbəbləri, məkanları və kimlərə ki baş verəcək müsibətlər hamısı Allah Teala bunları təqdir edir. La yetaqaddamu şey'un və la yetəəxxar şey. Yəni bir şey nə gecikir, nə də tezləşir. Fələ yəcuz li ahadin izə usibə بالنكبات أو الهموم أو الغموم أو المصائب ونحو ذلك أن يصب الدهر. Yəni bir kəsə də icazəli deyil ki, ona xoşa gəlməz bir şey baş versə, qəm, qüssə, kədər, musibətlər, buna oxşar şeylər icazəli deyil ki, zamanı söysün. Heç kimə icazəli deyil bu. Və yəqul, hədə zəmən mə cə aleynə bixeyr. Bu zaman bizə xeyir gətirmədi. Fəalallahu bihi kədə və kədə. Allah Teala onunla belə elədi. Fəkənnəhu yəsubə. Sanki Allahı söylüyor. Euzubillah. Fəhuvə yu'zilləhu, Allahı əziyyət verir, bu kəlmə ilə Allaha əziyyət verir. Liyən Allah huvəl mutasarrif, Allah Teala idarəçilik eləyən. Ənə dahr, mənəm zaman, bu öz sözünü təfsir verir ki, iş mənim əlimdədir, gecə gündüzü çevirirəm. Öyleysə dahru ismə min əsməyilləh, amma dahr da Allahın adlarından bir ad deyil. Yəni zaman Allahın adlarından bir ad deyil. Necə ki, kəmə qaləti zahiriyyə, bəzi zahirlər, zahirə firqəsimiz bunu deyir. Heythu addu dahra ismən min əsməyilləh. Belə ki, zamanı Allahın adlarından bir ad sayırlar. Onun içində sayılır. Amma zaman isə Allahın adlarından bir ad deyil. Çünki deyir, iş mənim əlimdədir, gecəni gündüzü çevirirəm. Bir kəsə də icazəlidir ki, zamanı söysün, necə qabaqda bunu zikr elədik. Və yaxud da ki, bu zamanda baş verən bir şeydən sıxılsın. Sıxılma. Əgər xoşbəxt olmaq istəyirsənsə də, nə baş verirsə də Allahın qəza qədəridir. Allah ən xoşbəxt insan olacaqsın. Çox rahat olacaqsın. Hər bir şey bağlı qədərə. Baş verən şeylərin hamısını bağlı qədərə.
bil ki ondan kənar eşən çıxası deyil. Allahın yazdığından kənar eşən çıxası deyil. Yəni və yaxud da ki, bir insan müsibətlər vaxtı layiq olmayan sözlər danışması, bu da icazəlidir. Çünki Allah Subhanahu taala bu işləri hamısını özü çevirir. Bütün mülk onun əlindədir. Hər bir şey də ona qayıdacaqdır. Gələn səfər bu kitabda ikinci bölümü götürəcəyik. Qədərə inanmaq. Qədərə iman etmək bölümüdür. Allah Taala'dan istəyirəm ki, bizlərə işte faydalardır. Barakallahu fikum.